Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bugün sizinlə ənənəvi olaraq həftənin 2, 4 və şənbə günləri təhsilimizin bugünü ilə bağlı olan canlı yayımlara davam edirik. Bugünkü mövzumuz demək hamınızın bildiyi kimi bir neçə vacib məqam var. 9-cu qrant müsabiqəsinə elan olundu və müsabiqənin büdcəsi 1.900.000 manatdır. Yəni Əmrullayevin layihə sezonu başladı bu il üçün və eyni zamanda bildiyiniz kimi 8 martla bağlı ənənəvi çağırışlar oldu və bizim dırnaqarası Kenguru nazirimizin Kenguru sezonu da apreldədir. Yəni artıq tezliklə bizim Kenguru imtahanı ilə bağlı demək sizlə fikirlərimizi bölüşəcəyik. Və artıq Azərbaycan məktəblərində direktorların, yəni bütün direktorlara aid olmasa da, yəni o 600 manat pula dilənçi pulu deyən direktor haqqında artıq xarici mətbuat yazır. Yəni Emin Əmrullayevin Azərbaycan təhsilində xidmətləri ondan ibarətdir ki, artıq demək bizim təhsilimizdə olan korrupsiyanı, rüşvətxorluğu biz təhsilimizi bu şəkildə tanıdırıq da Emin Əmrullayevin sayəsində və demək burada artıq xarici mətbuat yazır. Canlı yayımı bəyənin, paylaşın və birlikdə sizinlə bugün çox maraqlı bir mövzu aparacağıq. Azərbaycan məktəblərində bu özbaşınalıq, Azərbaycan təhsili idarə etmə sistemində özbaşınalıq hardan yararlanır? Bir ölkənin ki, Təhsil Naziri onun özü şəxsən zəng eləyir yerli idarə etmə orqanına və onu orada saymırlar belə. Yəni, yerli idarə etmə orqanlarında naziri saymırlar. Əmrullayev özünün gətirdiyi kadrlar arasında belə nüfusu yoxdur. Bugün ondan danışacağıq. Siz ekranı bəyənin və paylaşın, paylaşmaya da dəstək olun. Mən də bir neçə qrupda paylaşım və sizinlə birlikdə müzakirəyə başlayaq. Düşünürəm, maraqlı bir gündür, maraqlı mövzudur və gəlin birlikdə bugün baş verənləri müzakirə edək. Çox maraqlı məqamlar var. 8 martla bağlı Təhsil Nazirliyi ənənəvi olaraq ölkə valideynlərinə müraciət edib ki, 8 martda məktəbə getməyin, sizi müəllimlər soyacaqlar, pul yığılacaq. Və pul yığmayanların da yadında salır ki, bax, pul yığmaq var bizdə. Biz keçən yayımlarımızda da açıq danışdıq ki, bu nə deməkdir? İndiyə qədər bir nəfər göstərin, 8 mart və 5 oktyabrda pul yığmaq üstündə məktəb direktoru işdən çıxarılıb və yaxud da hansısa bir müəllim haqqında cinayət işi qaldırılıb və bu nə yalançı şovlardır, yalançı haykülardır. Bunun məqsəd olaraq nədir? Əmrullayev nə etmək istəyir? Əmrullayevin bu dəlinin yadına daş salmaqdır da, yəni bildiyiniz kimi. Yəni bu məsələləri sizlə müzakirə edəcəyik və düşünürəm ki, birlikdə bugünkü yayımla bağlı fikirlərinizi səsləndirə biləcəyik və mən daha çox sizdən rəy bölməsində rəylərinizi yazın, fikirlərinizi yazın. Yeni Kenguru gəlir, məktəblərə yenə plan vururlarmı ki, 20 manatdan? Bəzi məktəblər bu 20 manatı 40 manata çeviriblər də, bilirsiniz ki, ortaya hesabla hər Kenguru olimpiyadasında Əmrullayev 2 milyon pul götürür. Və bir olimpiyadadan 2 milyon pul uğrayan nazirin təyin etdiyi direktor təbii ki, demək
600 manatı dilənçi pulu deyəcək də. Dilənçi pulu deyəcək. Mən bu məsələlərlə bağlı sizlə müzakirə aparmaq istəyirəm. Eyni zamanda bildirirəm ki, bizim mart qruplarımızda artıq yerlər doldu. Aprel qruplarına indi hal-hazırda qeydiyyat gedir. Və sizinlə birlikdə gəlin bu məsələləri müzakirə edək. Mən WhatsApp qruplarında da paylaşım və sizdən xahişim, siz də paylaşın. Paylaşın ki, daha çox təhsil işçilərini, təhsili maraqlı olan şəxsləri əlaqələndirək və demək, düşünürəm ki, bugünkü mövzu doğrudan da maraqlı mövzudur. Çünki gözləyirdik ki, bu maraqlıdır. Nəyə görə 9-cu qrant müsabiqəsi elan olunmur və indiyə qədər 9 qrant müsabiqəsindən 1-ci qrant müsabiqəsidir ki, ən böyük büdcəyə malikdir. 1.900.000 manat. Təqribən bu demək, orta hesabla yəni bir kenguru olimpiyadası qədər olan puldur. Və çox maraqlıdır. Sizdən, dəyərli izləyicilər, heç qrant müsabiqəsində iştirak etmisinizmi? Əgər etmisinizsə, sizlərdən demək, hansı birinizin olimpiyadası qalib olub, amma pul ayrılmayıb? Bir layihəyə ki, dövlət 1.900.000 manat pul ayırır və onlarla insanlar yazır bizə ki, bizə dedilər, qalib gəlmişsiniz, amma pul yoxdur, maliyyələşdirilməyəcək. Və maliyyələşdirilməyəcək o demək ki, bu demək, bu layihəni qalib hesab eləyir, amma boynuna alır ki, pul yoxdur. Pul yoxdur maliyyələşdirir. Əgər pul yoxdursa, yaxşı, Emin Əmrullayev, əgər pul yoxdursa, niyə? Niyə demək, niyə bizdə 1.900.000 manatı pulu bölüşdürə bilməmək nə deməkdir? Yəni, bu məsələləri bir yerdə müzakirə edək və danışaq və Azərbaycan təhsilində baş verən özbaşınalıq, xaos və bir neçə məsələləri də əlavə olaraq sizlə bölüşək. Və düşünürəm ki, demək, hər birimizin üzərində bir məsuliyyət var. Biz təhsil işçiyik və təhsil işçi olduğumuz üçün təhsildə baş verənlər bizə demək, təhsildə baş verənlərə sakit yanaşmaq doğru deyil. Hərə öz mövqeyini bildirsin və başlayaq mövzumuza. Birinci başlayaq, nədən? Birinci başlayaq cənab Əmrullayevin, möhtərəm və möhtəşəm Əmrullayevin bu kenguru olimpiyadası ilə bağlı sezon elan olunur və bununla bağlı demək, bilirsiniz ki, aprelin 20-sində kenguru olimpiyadası olacaq. Yenə ödənişlidir. Mənə maraqlıdır. Eşqi Bağırovun imzası ilə yadınıza gəlirsə, bir həftə öncə bütün məktəblərə məktub getdi ki, ödənişli əsaslarla olimpiyadalar yazı gəlir demişdi və Eşqi Bağırov məktubunda göstərirdi ki, güya müəllimlər zorla məktəbdə kenguru olimpiyadası keçirirlər, valideynlərdən pul yığırlar. Yəni, Eşqi Bağırov inanmıram öz istəyi ilə bunu yazsın, nə dərəcədədir bilmirəm. Yəqin ki, Əmrullayev deyib ki, bitər bu cür maskam yırtılıb, bitər məni maskala ilə, vəziyyətdən çıxart ilə. Və Eşqi Bağırov da məktəblərə məktub göndərib ki, müəllimlər demək, yayımı paylaşaq. Paylaşın ki, yoldaşlar da gəlsin, bəyənək. Və demək, Eşqi Bağırovun məktubunu oxumuşdum mən sizə, yadınıza gəlirsə. Və həmin məktubda göstərilir ki, bütün məktəb direktoru ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ödənişli əsaslarla keçirilən demək, belə deyək, olimpiyada adı ilə keçirilən olimpiyadaları
Məktəbəqədər Ümumi Təhsil üzrə Agentliyi qəbul etmir, bəyənmir və müəllimlərə bildirin ki, ödənişli əsaslarla kenquruya uşaqlar yazdırmasınlar. Baxın ha, həya yaxşı şeydir, amma baxır kimdə də. Baxır kimdə. Yəni, reallıq ondan ibarətdir ki, Eşqi Bağırova məktubundən belə məlum olur ki, bizim müəllimlər məktəblərdə zorla uşaqlardan, valideynlərdən 20 manat alıb kenquruya köçürdürlər ki, siz burada iştirak eləməlisiniz. Amma reallıq nədir? Ki, Təhsil Nazirliyindən zorla təhsil yerli idarə etmə orqanlarına, məktəb direktorları qarşısında şərt qoyurlar. Bu qədər vəsait bir dəfəli köçürülməlidir və bütün uşaqlar kenquruda iştirak eləməlidir. İndi tərsinədir. Deyirlər ki, yox, bu müəllimlərdir. Əgər Emin Əmrullayev bizim vicdandan danışan, bizdə ümumiyyətlə adətdir, kimdə nə yoxsa ondan danışır və demək bizim Əmrullayevin çox maraqlı bir hal budur ki, demək çox maraqlı hal budur ki, demək bu boyda prosesdə kimdir günahkar? Bu boyda proses və günahkar konkret olaraq demək Azərbaycan müəllimidir. Zorla cəmaatı tələb eləyir ki, siz kenquruya yazılmalısınız. Və üstəgəl Elm və Təhsil Nazirliyinin Facebook səhifəsində də deyirlər ki, aprelin 20-sində kenqurudur. Mən elə başa düşdüm ki, bu dəfə kengurunun pulunu Emin Əmrullayev verəcək. 150 evrodur da özü dedi. 150 evronu Emin Əmrullayev ödəyəcək və kenguru pulsuz olacaq. Mən sizdən xahiş edirəm, doğrudan pulsuzdur mu bu dəfə? Bəlkə bir vicdandan son vaxtlar çox danışır Əmrullayev. Bəlkə bu hisslər oyandı onda 150 evronu. Və əgər Emin Əmrullayevin 150 evrosu yoxdursa, biz Təhsil Xidmətləri və Məsləhət Mərkəzi olaraq həmin 150 evronu ödəməyə hazırıq ki, kenguru pulsuz olsun. Yəqin ki, Emin Əmrullayev sevə-sevə baxacaq bu videoya. Əgər sənin 150 evron yoxdursa, baxmayaraq ki, dövlətin verdiyi yüksək əmək haqqı var və təhsil sistemində bufetlərdən yığılan pullar, stadionlardan yığılan pullar, hansı ki büdcədən kənar deyirik, oradan o ölkədə ən böyük paketi təhsil sistemində sən alırsan ki, və oradan da təbii ki, əgər regional müdürü 6000 alırsa, təhsil sektorunun, rayon sektorunun müdürü 2000 manat paket alırsa, indi görün bu Təhsil Nazirliyi nə qədər alır? Rahat bir 20-30 min alar da, amma mədəsi çox böyükdür insanın. Mədəsi çox böyükdür. Amma bu yerdə Ləman Əşraf qızının bir videosu qarşıma çıxdı. Mən buradan izləyənlər çox üzr istəyirəm. O videonu buradan mən telefonda olduğu üçün səsləndirməliyim. Bir qədər sonra geri qayıdıram. Yəni yayımdan çıxmayın. Demək, Ləman Əşraf qızının çox maraqlı bir videosu çıxdı qarşıma. Bu videonu istəyirəm siz üçün səsləndirəm. Yəni bu qədər də yemək olarmı? Yəni insanın bir vicdanı olar, bir insanın kişiliyi olar, namusu olar, qeyrəti olar və adamlar başa düşməlidirlər ki, bu sənin babandan, dədəndən, 7 arxa dönənindən qalan pul deyil. Bu mənim, onun, başqalarının, hər birimizin gəlirlərindən o büdcəyə verilən puldur və o da qayıdıb yenidən bu ölkə üçün, bu dövlət üçün, bu dövlətin insanı üçün istifadə olunmalıdır. Vallahi ayıbdır, biabırçılıqdır. Nə deyib bu? Bu nə deməkdir? Bu nə qədər harınlıqdır, bu nə qədər qudurğanlıqdır, bu nə boyda oğurluqdur, bu nə boyda korrupsiyadır. Bunun adı nə daxı? Yəni insanın bir iynənin ucu qədər də bir milli təvəssübkeşliyi, vətənpərvərliyi, bir dövləti üçün, bu dövlətdə yaşayan da, bu ölkədə yaşayan da sənin mənim balamdır da. Yəni sən bunu oğurlayıb ancaq öz... Yəni bunu Ləman Əşrəf qızı deyir. Bunu Ləman Əşrəf qızı öz demək yayımında deyir. Yəni görürsünüz. Yəni burada mən demirəm bunu. Yəni çox maraqlı bir haldır. Çox maraqlı bir haldır. Ki
bu mən bu kenqurudan nazir özü öz brifinqində açıq şəkildə deyir ki, cəmi 150 evro ödürük kenquruya. 150 evro ödənilən kenqurudan 100 min şagirdi cəlb edib 20 manatdan, bəzi yerlərdə 40 manatdan pul yığılır. Ki, bunu yığmağın adı nədir və bunun hesabı varmı? Əgər büdcəyə daxil olursa, deyərəm ki, sevinərəm. Və kenqurudan yığılan pulları Emin Əmrullayev hara xərcləyir? Çıxsın, bir brifinqə desin ki, bax, utanmadan qayıdıb deyir ki, olimpiyada niyə pulsuz olmalıdır? Deyir nə adam? Yaxşı, 150 evronu ödəməyə əgər imkanın yoxdursa, təkrardan biz Təhsil Xidmətləri Mərkəzi olaraq o 150 evronu ödəməyə hazırıq. Amma 2 milyon manat pul hara gedir? Təhsil Nazirinin səhifəsində yalandan yazırsınız ki, demək, yalandan yazırsınız ki, burada demək, nə az, nə çox 34 min birində yazılıb, 14 min birində yazılıb, 15 min adam iştirak edir. Siz iştirak edənlərin heç 10%-ni gizlətmirsiniz. Bu 14-15 mini Fransaya ödədiyiniz pullardır ki, rəqəmləri oradan götürürsünüz. Amma axı, bu necə ola bilir? Ölkəm bu qədər məktəbini məcbur edilir ki, kenquruya qoşulun. Bəzi mənim axşamınız xeyir olsun. Etfə mənim axşamınız xeyir olsun. Demək, hər birinizin sərşənbəniz xeyir olsun. Demək, burada ən maraqlı olan odur ki, açıqlaya bilmirsən. Amma yenə də, mənim maraqlı olan bir şey var. Bəlkə siz mənə kömək eləyəsiniz. Siz bəlkə kömək eləyəsiniz. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərdiyi məktub ki, ödənişli olimpiyadalar adı ilə güya müəllimlərin cəlb edilməsi dayandırılsın. Yəni, bu deməkdir ki, bundan sonra ödənişli olmayacaq. Elm və Təhsil Nazirinin Facebook səhifəsində isə elan olunur ki, Kenquru Olimpiyadası aprelin 20-sindədir. Və mənə də maraqlı olan odur ki, sizlərdən bu sezonda nə qədər pul yığılıb, nə qədər plan vurulub? Əvvəlki illərdəki kimi mükəlləfiyyət halına gəlibmi? Məcbur eləyirlərmi ki, Kenquruya hökmən bu qədər uşaq verməlisiniz? Yəni, Emin Əmrullayevin o gəmirən dişlərdən birin, ikisini çıxarda bilmişik, yoxsa hələ dişləri möhkəmdir. İkinci, qrant layihəsi. Əvvəla bilirsiniz ki, bu qrant layihəsi demək, əvvəllər olan ilim məktəbi, ilim müəllimi layihəsinin ekvivalenti kimi, yəni ona münasib olaraq yaradıldı. Səbəb nə idi? Səbəb ondan ibarət idi ki, demək, burada ilim məktəbi, ilim müəllimi artıq bazara dönmüşdür və məktəblərə deyirlər ki, gəl səni ilim məktəbi eləyən məktəb üçün bir titul idi və oradan da təbii ki, burada müəyyən o pullar da nazirlikdə qalırdı. Artıq ilim müəlliminə də keçmişlər. Mən ilim müəllimiyəm deyib meydan sulayan çoxlu insanlar var və onlara da o pulu da elə o nazirlikdə saxlayır. O yaxda bir hissəsini. Demək, o 1 milyon pul ayrılır. 1 milyon pul ayrılırdı və o 1 milyon pulu 500 minin 50 məktəb demək olurdu bizim demək ilim məktəbi 10 min verilirdi da onlara, səhv eləmirəmsə, bəli, 10 min verilirdi. 500 min, 100 müəllim də 5 mindən ilim müəllimi olurdu. Amma 2015-ci ildə çox düzgün qərar qəbul edildi və bu innovativ qrant layihəsi həyata keçirildi və bu qrant layihəsi də indi həmin məsələ olub. İndi ilim məktəbi və ilim müəllimi müsabiqəsindən heç də geri qalmır. Baxın, görün kimlər qrantları udurlar. Kiçik bir qismi çıxmaq şərti ilə. Əksəriyyəti udanlar kimlərdir? Və qrant layihəsinə, qrant bazarına, üzr istəyirəm, qrant bazarına Emin Əmrullayevin şəriki Elnur Əliyev rəhbərlik edir. Orada da bir nəfər ayırıblar. Necə məsələn təlimlərə Nəzkət xanımı ayırıblar. Qrantlara da
demək, orada bir nəfər adı da bitərdi. Növbəti görüşümüzdə dəqiqləşdirəcəm sizə. Ki, oradan keçir. Yəni, istənilən bir qrantın baxır adamına 50%-i ortada əgər dəllal çoxdursa və eləsi var 100%. Şəxsən mənim özümə keçən il təklif elədilər Təhsil Nazirliyinin şöbə müdürü. Dedi ki, sizə bir məktəb tapın və onun adından qrant verək və o qrantı öz xərcləyib məktəblə də öz yoluna qoyun. Necə yəni? Yox, bu sadəcə məktəblə özü orada danışın, biz səsimizi çıxartmayacaq da, fəsilən. Ürəyiz qalırsa, bir dənə də müəllim gətirin, ona da yazarıq bir. 10 min, 15 min müəllimə də yazarıq. Halbuki belə müəllimlərin layihələrinə 5, 6, 7, 10 mindən yuxarı vermirlər. Bu şəkildə satın alırlar insanlar. Yəni, mən ona qrant layihəsi yox, qrant bazarı deyirəm. Emin Əmrullayevin bazarı. Və 2025-ci il burada ən böyük məsələ 2025-ci ildə ki, odur ki, qrant layihəsində indiyə qədər dediyimiz kimi 9 il ərzində ən böyük 1 milyon 900 min manat büdcədir. Yəni, dövlət 9-cu qrant layihəsinə 1 milyon 900 min manat büdcə ayırıb. Təsəvvür edirsiniz? Bir layihəyə 5 min ayıranda az qalır üz gözlərini cırmaqlasınlar. İndi gəlin qrant layihəsinin sonunda. Bu qrant layihəsi necə yoxlandır? İnsanlar oturub yazırlar. Yaza bilməyənlər yazdırırlar. Ən yaxşı qrant yazan, layihə yazan yoldaşlar ki, qrantı yazırlar və nəticə. Orada sən o komissiyada adam tapa bilməsən və yaxud da qabaqcadan təhsilin üstünə danışmasan, sən qrant layihən qəbul edilmir. Qabaqcadan siyahı var, hansı qrantlardır? Ən maraqlı olansa odur ki, bu Emin Əmrullayevin təhsildə xidmətləridir. Ona görə yazmışam böyük hərflərlə. Azərbaycanımızın təhsil tarixinin qara ləkəsi adlandırmaq olarmı Emin Əmrullayevi? Bir də orada səhv eləmişəm, qaranı böyük, ləkəni balaca yazmışam. Elə ləkə də böyük hərflə olmalıdır, düşünürəm. Azərbaycan təhsil tarixinin doğrudan da qara ləkəsidir. Bu adam bazar adamıdır. Yəni, konkret olaraq Azərbaycan təhsilində hara baxsan bazar münasibətidir. O cümlədən də bu qrant münasibətləri. Baxın, qrant layihələrini, hansı qrant layihələrinin udması ilə bağlı orada Təhsil İnstitutunun səhifəsində elan verilmir. Bugün sən çox yaxşı bir layihə hazırlaya bilərsən, sənin layihən qalib gəlməyə bilər və bir ildən sonra həmin layihə qismən dəyişdirilib, çox yaxşı ideya vermirsən, qismən dəyişdirilib başqa birisinin adına yazılır və sən deyək ki, 5 min istəmişdin bu layihəyə, 15 min ayrılıb adam. Eyni, məzmun eynidir. Yüngül dəyişiklik olub. Yəni, cümlələrdə qismən dəyişiklik olub. Bugün Təhsil İnstitutu qrant layihəsinin alveri ilə məşğuldur. Yox, versinlər məni məhkəməyə. Son 3 ildə layihələri, gələn daxil olan layihələri yoxlayaq və necə ola bilir ki, bu il qalib gəlməyən layihə gələn il başqa birisinin adında qismən dəyişikliklə qalib gəlib. Bu nə bazardır? Necə ola bilir? Bu il deyək ki, Fatma müəllimə qrant layihəsi yazıb, göndərib, uyğun deyil deyirlər, amma növbəti ili Həsən müəllim həmin layihəni qismən cümlələrdə də, amma məzmun, mahiyyət eynən qalır. Və Fatma müəllimənin istəyindən 2 dəfə, 3 dəfə artıq pul ayrılıb ona. Necə ola bilir? Niyə Fatma xanım bunu uda bilmədi ki, indi Həsən müəllim bir ildən sonra nə dəyişdi? Və necə ola bilir ki, layihə olduğu kimi eyni adam, eyni şeydir. Yəni, mahiyyət etibarindən eynidir. Bu dərəcədə təhsili bazara çöndərmək ancaq Emin Əmrullayevin belindən gəlir. Aydındır mı? Keçirik növbəti məsələyə, bizim 8 martla bağlı. Və ənənəvi olaraq son 11-12 ildir Təhsil Nazirliyində bilərəkdən Azərbaycan müəlliminin nüfuzunu aşağı salmaq üçün məqsədli siyasət yeridir. Hamı bunu bilir ki, Emin Əmrullayev kimi bir akula
Azərbaycanın təhsil büdcəsini gəmirir. Hamı bilir ki, müddədə nələr baş verir. Hamı bilir ki, regional təhsil idarəsində nələr baş verir. Hamı çox gözəl bilir Bakı Şəhər Təhsil İdarəsində nələr baş verir. Çok güzel bilirik bunu. Ve Təhsil Nazirliyi güya ve müddət o kadar şəffaf bir qurumdur ki, yatıp qalırlar ve cəmiyyətə mesaj yazdılar. 8 Mart'ta pul yığılması yol verilmezdir. Ne vaxt yol verilib ki, yol verilen olup ki, indi yol verilmezdir. Siz bununla cəmiyyətə ve medyaya ne ötürmək istəyirsiniz? 8 Mart'ta məktəblərdə pul yığılacaq. Məktəblərdə pul yığılır mı? Bir qismində yığılır. Biz hər gün saat 11'də TikTok platformasından danışırıq. Dünən də bu mövzunu qoymuşduq. Yığılır. Rayon məktəblərində bu çox az miqdardadır. Şəhər məktəblərində geniş vüsət alıb, Abşeron, Sumqayıt, Bakı, digər böyük şəhərlərdə olan məktəblərdə kütləvi şəkil alıb. Hansı məktəblərdə? Şagird sayı 500 plus olanlarda. Niyə mən 500 plus deyirəm? Çünki şagird sayı 500 plus olan məktəblərin əksəriyyətində məktəb direktoru seçilmək üçün 2 yox 3 mərhələdir. ESI mərhələsi. Bilirsiniz hansı ESI mərhələsi? 2 aydan çox ilişib qalıb müddədə. Elan eləyə bilmirlər. Cəmi 650'ye yaxın ESI'dir. Halbuki, mən indi xanım müəllimdə adını çəkmək istəmirəm. Bir nəfərə verilib ESI'nin yoxlanılması. ESI'nin yoxlaması bir müəllimə verilib. Və adam da cəmi bir həftə 10 gün ərzində yoxlayıb bitirib. Cəmi 300 sözlüydü də. Bir müəllim yoxlayıb. ESI yazılan gündən bir həftə 8 gün sonra ESI'lərin cavabları hazır olub. Yaxşı. Emin Əmrullayev 2 aydan çoxdur. 65 gündür. ESI'nin cavabları niyə çıxmır? Ay vicdandan danışan vicdanlı nazir. İkinci vicdan dırnaq arasındadır. Hanım, axı deyirdin ki, vicdan məsələsidir də. Yəni bu müəllimlərin vicdanı yoxdur. Ki, gedib repetitorluqla məşğul olurlar. Elədirmi? O video yadınızdadır bəssin. Dedi, repetitorluqla məşğul olan müəllimin vicdan məsələsidir. Hə, belə demədi. Dedi ki, müəllim dərs edir uşağa. Və onu da biz də istəndirik. Gəlin açıq danışaq. Hansı müəllim, hansı ki öz uşaqları onun yanına getmir, kim uşaq onun yanına qoyacaq? Deyəcəklər ki, bu müəllimin öz dərs etdiyi uşaqlar onun yanına getirir. Başqası necə gedəcək? Cəmiyyətin sifarişini bilir. Bəlkə də 20 il sonra, 30 il sonra o fikri səsləndirmək olar. Bununla da işimiz yoxdur. Bununla da işimiz yoxdur. Aydındır mı? İndi gəlin açıq danışaq. ESSE'lərin cavabları niyə 650 hələ çıxmır? Çıxacaq, onu da sabah bir gün. Görürsünüz, keçən görüşümüzdə biz qrantdan danışdıq, elan elədilər. Mən oturdum fikirləşdim ki, Emin Əmrullayev nazir işlədiyində neçə gün qalıbsa, neçə ay qalıbsa, ən azı zərrə qədər, yəni adı Azərbaycandır, soyadı Azərbaycandır da, yəni bu Azərbaycanlı adı üstündə varsa, heç olmasa axırıncı o Keyquru söhbətindən sonra özünə də sübut olundu ki, bu adam maxinatordur da, bu fırıldaqçılıq eləyir. Fırıldaqçılıq eləyir. Ki, açıq şəkildə özü bildirdi ki, 150 manat, 150 euro fransızlara ödəyirik, biz onlara çox pul ödəmirik. Əgər yaxşı, 150 euro ödəyirsənsə, Təhsil Nazirliyi səhifəsində niyə 1 il 14 min, 1 il 30 min, 1 il 25 min şagirlərin fransızlar deyir, gəl 150 euro veririk, gəl bu müsabiqəni keçir, elə mi? Yalan danışırsan. Kenquruya üzvlük 150 dolardır, evrodur. Hər il olimpiyadadan uşaqların sayına görə nə qədər pul ödəyirsən fransızlara, bunu deməlisin. Yox, bu fransızların deyil, Fransada yaradılıb.
Olsun. Olsun. Deyəcəksiniz ki, bəs Elşən müəllim, bu kenguru beynəlxalq riyaziyyat olimpiyadası. Özü də boynu aldı, bunu mən gətirmişəm. Düzdür, başqa bir yoldaşın adı çəkdi. Deyir ki, odur bizim nümayəndəmiz orada. O həmişə aydın məsələdir ki, bu istedadlı uşaqlarla bağlı bu Qarayevin arxa cibində gizlənir də. Yəni daim bunun arxasında gizlənir. Çünki istedadlı uşaqlarla işi həmişə Qarayev aparır. Amma yaxşı. Bunun ikinci, bu vicdan. Mən oturdum fikirləşdim ki, bir də olimpiyada ilə bağlı. Kenguru bir də bu ödənişli olmaz. Mən demirəm kenguru keçirilməsin. Çoxlu olimpiyadalar keçirilsin. Əvvəla Azərbaycanda təhsil səviyyəsini istedadlı uşaqların çoxluğu ilə müşahidə eləmək və yaxud da ki, yəni bu doğru deyil. Yol verilən deyil. Bir mənalı şəkildə. Bu yol verilən deyil. Yaxşı, bu belə düşünür. 1.700.000 şagirdin cəmi 2% istedad amili ilə, yəni o da Dünya Bankında, bizdə heç o da yox. 1% həddində deyil. 0.1%-nə qədərdir. 1.700.000 uşaqdan 150 nəfər olimpiyadalarda əgər hansısa uğur qazanırsa böyük. Bu məsələnin bir tərəfi. Məsələnin başqa bir tərəfi. Yəni deyir, dəyirman başqulağı aparırdı. Yoxsa o çaxçıq başqulağı aparırdı, dəyirman işini görürdü. Bugün Emin Əmrullayev özü də bilir ki, nazir kimi vəzifə ömrünə bəlkə də günlər qalıb, bəlkə də ay qalıb və bildiyi qədər, istədiyi qədər, nə istəyir onu eləyə bilir. Görürsünüz, son vaxtlar qalmışdı. Görürsünüz, artıq, nə bilim, o spirt zavod, çay zavodu, şəkər zavodu, hələ dəniz limanı, hələ nələri biz bilmirik. Ardıcıl olaraq Təhsil Nazirliyi funksional vəzifələri gətirir. Bunu da başa düşdüm. 8 martla bağlı bir məsələ nədir? Nədir bu? Yaxşı, mən üzümü buradan tuturam Əmrullayevə. Mənə göstər son 5 ildə nazir olduğum müddətdə bir müəllim, bir məktəb direktoru 8 marta görə cəzalandırılıb. Hə, 321-i deyəcəksən, 231-i deyəcəksən, yalan deyirsən. Əvvəla 231-də olan məktəb direktorunu özün təyin eləmişsən. Bir yalancı və özün kimi bir fırıldaqçı bir layihəm vardı. Məktəb liderliyi proqramı. Yəni, hamı şəbəkələşmədir də. Şəbəkələşmədir. Demək, məktəb liderliyi proqramı elan olundu. Bilirsiniz, Elnur Əliyev öz şəbəkəsini yaratsın. Müasir metoduz. Elnur Əliyevdən qabaq biri var idi. Təhsil menecerləri, öz şəbəkəsini. Agentura sistemi. Başqası başqa bir agentura sistemi yaradı. İndi bir də məktəb liderliyi proqramı. Ha, get, oxu filan, yaxşı. Mən sizdən soruşuram, bax, bizə məktəb liderliyini dinləyən yoldaşlardan, bitirən yoldaşlardan. Aralarında mənim tələbələrim də var. Gedirlər ora, ad olsun məktəb lideridir, gəlib işi burada öyrənirdilər. Ki, məktəb liderliyi sizə nə verdi? 231 nömrəli məktəbin işdən çıxarılan direktoru hansı xüsusiyyətlərinə görə direktor verilib? Hə, məktəb liderliyi proqramının üzvüdür. Bu da bir şəbəkənin üzvüdür. Gənc xanımdır. Hamı düşüb üstünə. Neynəsin? Adamdan 60-70 min manat pul alıblar. Adam kreditdədir, faizdədir. İndi gəncdir, elə fikirləşir, direktorlar hamısı belə bəhbərlə yaşayır. Pulu verə bilmir. Emin Əmrullayev. O da düşüb, indi fikirləşirlər ki, Bakı məktəbidir də. Orada da cəmi 200 şagird var. Müəllimə də şəhərdə olan adam da hardan bilsin? Bakıda Gürcan kəndi var. Üst-üstə 30 müəllimi, 40 müəllimi, 30 müəllimi ola olmayadı. Adamın pulunu alıb göndərmiş sonra. Yazı gəncdir, boğulur borcun içində. O da küsür deyir, nədir bu 600? Cəmaət görür başqa məktəb direktorlarına 4000, 5000, 6000'li hədiyyə verirlər. Yəni onunla o liderli proqramı ilə gedənlər və yaxud da ki, şəhərin bərk gedən direktorlar var, sizin o yağlı tikələriniz, Bakı təhsilində qoyduğun yaxın adamın var, ad da çəkmək istəmirəm, yaxın dostluğun yanında olanın bacısı.
Akulalar. Uşağın birini 2000, 3000'ə, 4000'ə, 5000'ə 10-11 sinif uşaqlarını buraxan məktəb direktorları var. O da yazır, direktor da baxır, görür ki, gəncdir. Deyir ki, bu cəmaata 5000, 10.000'lik hədiyyə verilib. Buna 600 manat da küsür də indi fikirləşir ki, bundan da bir 50-60 bin pul aldılar. Siz həm deyir, Bakıda direktor təyin edir. Buna bir abırçılıqdır. Yaxşı, Emin Əmrullayev, sən kömək elə. Sən Azərbaycan təhsilinin qara ləkəsi deyilsən, bən nəysən? Səni necə heç olmasa biraz uyğun olan formada bir adlandıraq da, yəni siz də demək artıq o qədər nüfuzu itirmişsən. Azərbaycan təhsilinə qarşı o qədər düşmən mövqedə durmuşsan. Məktəblərə bax, bazardır ki. 10-11-ci sinif şagirdi tapmaq olmur. 10-11-ci sinif şagirdi tapmaq olur məktəblərdə. Standart minimum 2000 manat. Minimum 2000 manat. O da tanışlıqla 20 nəfər tapşırandan sonra. Özün və ətrafında deyirsən, niyə məktəb direktoru 800 manat, 700 manat əmək haqqı alır. Faciədir, valla. Bir ölkənin təhsil naziri fikirləşirsə, direktoru buraxaq nə istəyir eləsin, 700-800 manat maaş alır. Bakı məktəblərinin direktorunun 30%'nin öz kursu var. Cəmaatı məcbur eləyir ki, ancaq filan kursa gedəcəksin. Yerdə qalan 30%'i də ayrı-ayrı kurslarla işləyir. Oradan hesabını alır. Nə deməkdir bu? Nə deməkdir bu? Harada özün kimi, harada nə bilim, təhsildən xəbəri olmayan, tərbiyədən xəbəri olmayan, işdən xəbəri olmayan, hamısı varsa hamısını ən elə bilmədiyini gətirib sektor müdürü qoymuşsun. Biz vaxt vardı rayon icra hakimiyyətlərində özbaşınalıqdan danışırdıq. Bugün rayon icra hakimiyyətlərində olan vəziyyətə baxırsan, təhsildə olan vəziyyətə baxırsan, Azərbaycanda dövlət qulluğundan vakansiyaların gizlətilməsinə görə Elm və Təhsil Naziri birinci yerdədir. Necə ola bilir ki, sektor müdürlərindən sənin neçə faizi dövlət qulluğundan keçib? Dövlət qulluğu vəzifələrində olan şəxslərdən neçə faizi dövlət qulluğundan keçib? Özü də çox maraqlıdır. Gedib dövlət qulluğundan imtahan verirlər. Heç o, deyək ki, 10 baldan aşağı bal toplayanlar ən funksional vəzifələrdədir. Özün uğurluq eləyirsən dövlətə. Pulu demirəm, pulu bu heç, onu udursan, akula. Amma vakansiyalar gizlədirsən. Dövlətdən vakansiyalar gizlədirsən. Sənin regional təhsil işçilərinin, müəllim vakansiyalarını gizlədir. Məktəblərdə işçi vakansiyaları gizlədir. Bununla 1.900.000 manat büdcəsi olan grant layihəsini, bax, smart məktəb layihəsini təqdim edir. Bilirəm götürməyəcəksiniz. Niyə götürməyəcəksiniz? Çünki Əlşən Qafarov təqdim edir. Niyə götürməyəcəksiniz? Məktəblərdə davamiyyəti, işçi və şagirdlərin davamiyyəti məktəbə hazırlıq qrupundan 11-ci sinifə qədər. Gözətçidən direktora qədər. Hamısı həm təhsil yerli idarə etmə orqanı, həm təhsil mərkəzi idarə etmə orqanı, həm valideyn, hamısının məlumatı olacaq. Azərbaycanda indiyə qədər ən unikal smart məktəb onlayn sistemidir. Yox. Özün kimi maşinliklər yığmışsan, 500.000 manatı elektron jurnal hazırlamışsan, özün kimi yararsızdır.
elektron jurnalın özün kimi yararsızdır Əmrullayev. Bir ildir. Bir sorğu keçir. Müəllimlər gör elektron jurnalda nələr yazırlar, nələr deyirlər. Sən Azərbaycan xalqına düşmən yetişdirmişsən. Azərbaycanlıyam deməyə haqqın yoxdur. Azərbaycan təhsili bu qədər rəzil durmaya heç vaxt düşməmişdir. Hətta müstəqilliyimizin ilk illərdə insanların sosial-iqtisadi vəziyyətinin ən ağır olan vaxtında təhsil bu qədər bərbad hala düşməmişdir. Və Azərbaycan tarixində heç bir nazirə də bu qədər müstəqillik verilməyib. Özünü yalandan belə aparırsan ki, güya ki, səni imkan vermirlər işləməyə. Bəzi müəllimlərlə danışdım, yox, sakit adamla imkan vermirlər. Yalandır. Bugün mərkəzi icra hakimiyyəti orqanlarında sənin qədər, sənin üçün yaradılmış şəraiti heç kim yaradılmıyor. Olmasaydı, spirt zavoddan bir yiyib içməyə adamı gətirib, ümumi şöbəsi rəhbəri qoyardı. Azərbaycan tarixində bu qədər yararsız, keyfiyyətsiz nazir olmuyor. O gün Misir Mərdanovun çıxışına qulaq asıram. Singapura getmişdim, deyir, cibimdə nə pul varsa verdim orada uşaqlara filan da olsun. Emin Əmrullayev neyinir? Gedir regiona, gör vətəndaş qəbuluna, oturur, yiyir, içir, onun yiyib içmək pullarını müəllimlərdən, məktəblərdən yığırlar. Bu nədir? Adam ümumiyyətlə Əmrullayevin özünün təsəvvürü varmı o hansı vəzifədə işləyir? Əmrullayevin özünün təsəvvürü varmı o hansı statusda bir adamdır? Maraqlıdır. 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 Suallarınızı keçək. Paylaşın. Bilirsiniz necədir, müəllimlər? Mən danışıram, siz də dinləyirsiniz, düzdürmü? Hə, ay müəllim, düz deyirsən. Yaxşı, sən, Azərbaycan müəllimi, ölkədə bir qrup fırıldaqçı, dövlət əmlakını mənimsəyən, müəllimi sonda vicdansız, şəftəli adlandıran bir qrupun fəaliyyəti ilə bağlı sən nə edirsən? Sənin əlində olan, bax, bu yayımları paylaşmaqdır, daha çox müəllimə göndərməkdir. Müəllimləri oyatmaqdır ki, sənin nazirlik edən şəxsin Azərbaycanda birbaşa müəllimlərin iliyinə işləmək istəyir, sosial narazılıq yaratmaq istəyir, cəmiyyətdə, müəllimlərin əliyinə. Amma bəzən müəllimlər paylaşmağa belə qorxurlar. Gəlib axşam evdən aparacaqlar sizi, eləmi? Kim aparacaq? Azərbaycan dövləti yəni həmişə xalqın yanında olan dövlət olur. Müəllimin yanında olan dövlət olur. Aydındırmı? Aydındırmı? Yazdı ki, Elşad Məsimov baxır qrantlara yazdı. Olsun Elşad Məsimov baxanda. Nə olacaq ki? Yəni orada konkret olaraq yox, Nuriye Hüseynova. Nazirliyin qabağında nə istər? Sən nazirliyin qabağına gedənsən, dövlət, əvvəla sən buradan bilən paylaşmağa qorxursan öz səhifəndə bunu. Bu bir. İkincisi də, etiraz eləmək istəyirsənsə, pasiv formada aç, öz ətrafında olan təhsillə bağlı problemləri açdıq ilə. Cəmaatı azdırma yine. Təhsil nazirinin qabağına getmək lazımdır. Təhsil nazirinin qabağına getmək lazım olanda həmin də oturub gizlənəcəksən. Polis də asayişi bərpa eləməlidir. Emin Əmrullayevin də ölkədə məqsədi odur ki, müəllimlər toplaşsın, aktiv etiraza keçsin, qarşılıq yaransın. Aydındırmı? 2 il bundan qabaq belə olmuşdu. Bir nəfər bunu polisdə işləyən yoldaşlar da bilirlər, digər orqanlarda işləyən yoldaşlar da bilirlər. Mingəçevirdə oturub müəllimlərə Həçxay Nazirliyin qabağında. Mənim də xəbərim yox, mənim də
qrupa abunə eləyiblər, hətta admin eləyiblər. Aydın olur ki, müəllimlər saat 11-ə baxıram, kimdir bunu yazan? Hə, mən buradayam, gəlin. Bu adam Mingəçevirdədir. Özünü də Krukov müəllimi adlandırır. Sən Mingəçevirdə oturmuşsan, deyirsən, burada yalan danışırsan. Sonra məlum olur ki, birbaşa ixtişaş öyrətmək üçündür, gedəcək. Təbii ki, polis öz vəzifəsini yerinə yetirəcək. Necə sən müəllimin işi 45 dəqiqədə dərsi öyrətməkdir, polisin işi də asayişi qorumaqdır. Hə, kim oldu? Polis, nə bilim, müəllimi ağ qaldırdı, filan elədi. Küçədə, ixtişaşda müəllim olmur. Müəllim sinifdə, məktəbdə olur. Orada o ixtişaşı törədən, asayişi pozan müəllim olmur, həkim xalatında çıxsın. O öz vəzifə başında deyil, o müəllim deyil orada. Və ona görə də cəmaatı yalandan azdırmayın. Və burada bunu yazan kimdir? Nuriyə Hüseynova. Sənin, baxıram Nuriyə xanım, əgər doğrudan da xanımsansa, yoxsa nazirlikdə dəb düşüb bir xanım profili açırlar, bir də bəy adı ilə profil açırlar. Hə, ki, indi bilmirəm, nazirlikdə olan yoldaşlardansan, bu xanım adı ilə profil açmışsan deyə bilmərəm. Amma onu bilirəm ki, lazım deyil belə provokasiyalar eləmək ki, yox, nazirliyin qabağına gir. Xeyr, öz ətrafında olan təhsillə bağlı problemləri aç, bir kompüterdə səndə var, bir telefonda səndə var, aç. Öz ətrafında olan 10 nəfəri deyən ki, bax, bu nazir dövlətçiliyə düşməndir. Bu nazir müəllimləri bilərəkdən və sizin kimi müəllimləri, hansı ki, deyirsi, ixtişaşa çıxaq, asayişi pozaq. Hə, bax, bu nazirin məqsədi budur. Bu, xaricdə təhsil alarkən bunun üçün yetişdirilib Azərbaycana göndərilib. Aydındır mı? Ona görə Kenguru Olimpiyadasından qohumlarına ora büdcəyə pul göndərir. Yoxsa bu kimi provokasiya tipli sözlər demək uyğun deyil. Təhsil faciəvi haldadır. Əlbəttə, təhsil əlbəttə faciəvi haldadır. Çünki təhsilin faciəsi ondadır ki, Emin Əmrullah ki, sənaye texnoloqu, təhsil sisteminə gəlib, özünün adını qoyur, menecerəm mən və baxır, insanlara da baxır, pul gözü ilə baxır. Hara baxsan, pul gözü ilə baxır. Bax, bu qədər sadə. Və 8 martla bağlı. Nə böyük məsələdir. Nə olub? Azərbaycan təhsilində korrupsiya bir müəllimlə bağlıdır. Açıq danışaq. Şəhər məktəblərinin hansı birində pul yığılmayıb? Mən bir şey bilirəm. O məktəbdəki direktor bu işlərə yol vermir. Heç vaxtı o məktəbdə müəllim də yol vermir. Yox. Müəllimlər ki, pul yığıb aparıb direktora verirlər. O müəllimlər də demək ki, yığıblar ki, gətiriblər. Görürsünüz, o səsdə 231 sayılı məktəbdir. Uşaqların 1 manatı. Direktor üçün ancaq 1 manatdan yığılıb. Yəni 1 manatda digər müavin üçün yığılıb. 1 manatda digər. Özü çox kasıb, belə deyək, sosial cəhətdən yəni zəif bir ərazidir o ərazi. Dünən buradan yazırdılar ki, 8 manat sinif uşaqlarını, sinif qızlarını təbii ki, 50 manatda məktəbdə direktoru, müavini, ayrı-ayrı müəllimləri təbrik eləmək. Hər uşaqdan 50 manat. Mən üzümü buradan tuturam müəllimlərə, bax burada qoşulan müəllimlərə, sonra olacaq, əvvəla abunə olun, paylaşın, paylaşın deyin ki, yoldaşlar da gəlsin. Və birinci, eləməyin bunu. Eləməyin bunu. O valideynin yığdığı 5 manat, 10 manat, 20 manat sizin qururunuzu tapdalayır. Baxın, bugün ayın 4-üdür. Bugün ayın 4-üdür. 3 gün qalıb.
günü sabah bütün sinifdə elan eləyin ki, qoy rəngli kağız alsınlar. Təbii ki, uşaqların varıdır. Analarına, nənələrinə, bacılarına, müəllimlərinə, müəllimələrinə açıqcalar yazsınlar. Mən bunu dünən götürdüm, amma bir dəqiqə qoy gətirim onu, yenə göstərim. Baxın, dünən bunu TikTok'da olan həmkarlara göstərmişdim. Demək, 230 nömrəli məktəbdə işləyəndə 2014-cü ildə. 2014-cü ildə. Demək, 4-cü sinif uşaqları var. Bu uşaqlar bunu mənə hədiyyə ediblər. Dünən bu həmişə burada qalır. Həmişə mənim iş otağımda qalır. Və demək, o uşaqlar indi məktəbi də bitiriblər. Ali məktəbdə oxuyur əksəriyyət. Amma mənim üçün indiyə qədər aldığım hədiyyələrin içərisində ən önəmli hədiyyədir. Hara geçsəm iş otağında həmişə bax o mənləndir. Almayın bu pul məsələsini yığışdırın. Qoy açıqca yazsın, atkritka deyirik də. Qoy açıqca yazsınlar. Qoy açıqca yazsınlar, sizi təbrik eləsinlər, ürək sözlərini yazsınlar. Nə edirsiniz? Məktəb bazara dönüb bir müəllim götürsə 20 dənə gül dəstəsi, bir də zəng eləyir, yoldaşı gəlir, qonşusu gəlir, övladı gəlir. Övladı gəlir. Ki, bunu dəstə-dəstə bunun karovkalarını daşıyırlar, gülünü daşıyırlar. Bu nə iyrənc vəziyyətdir. Nə edəcəksiniz o gülü? 2 gündən sonra solub gedir də bu qədər gülü nə edəcəksiniz? Amma bu açıqca yazsınlar sizə. Həmin günə yazsınlar, mənim müəllimim, müəllimi necə görürəm. Onları saxlayın. Pensiya çıxanda sizə lazım olacaq. Əgər doğrudan da sənətinizi sevirsinizsə, siz də Əmrullayev kimi bazar gözü ilə baxmırsınızsa məktəbə təhsilə. Nə edəcəksiniz o gülü o qədər? Hə, tutam ki, bir karovka aldı, ya filan aldı, o birisini aldı. Ya tutam ki, biri 20 manat, 5 manat, ya 10 manat pul yığdılar. Eləməyin. Siz Allah eləməyin. Müəllimi, biz özümüz müəllimlər bugün bu səviyyəyə salmışıq. İmkan verməyin pul yığsınlar siniflərinizdə. Valideyn komitələri adlı anlayış yoxdur Azərbaycan təhsilində. Hansı məktəbdə valideyn komitəsi varsa, bir o məktəbdə yığım var. Valideyn komitəsi bir nəfərdən ibarət deyil. Komitədir bu, komitə, kollegial orqandır. Valideyn komitəsi 20 nəfərli olan, şagirdi olan sinifdə 5 nəfər. Heç olmayan yerdə 3 nəfərdən ibarətdir. Bir nəfəri biz götürmüşük. Bu da kənarda deyirlər müəllimin şərikidir. Güya müəllim heç nə eləmir. Valideyn komitəsi eləyir. Yalan söhbətdir. Valideyn komitəsi bir çox, bu adamlar tanıyıram, valideyn komitəsi şərikdir müəllimlə. Təkrar edirəm, hansı məktəbdə direktor almır, orada bu negativ hallarda minimumdur, yox səviyyəsindədir. Hansı məktəbdə direktor alır, təsəvvür edin, alan direktorlar içərisində ən bədbəxti o, neydi o, 231 idi, 600 manat. Ən alan direktor, almayan, bizim düzgün işləyən, şəffaf işləyən məktəb direktorlarımız en qədərdir. Qorxurlar səslərini çıxartmayı. Bir balaca bilsələr ki, düzgün, vicdanlı məktəb rəhbəri var, dərhal ləkəliyib çıxardacaqlar. Çünki bunlar özləri o qədər çirkəbə batıb Əmrullayev və onun komandası. Komandası deyəndə Elnur Əliyevdən bir də ki, Elnur Əliyevin yerləşdirdiyi kadrlardan ibarətdir. Mən həmişə demişəm, yenə deyirəm, bizim təhsil nazirliyimizdə çox potensiallı kadrlar var. Elə kadr var, dünya səviyyəli, beynəlxalq əmək təşkilatının regional ölkələr üzrə olan
əsas nümayəndəsində biri olub. Mənə çox maraqlıdır ki, dünya səviyyəli bir insan resursları olan bir mütəxəssis gəlib Emin Əmrullayevin yanında necə oturub? Yəni yəqin ki, dövlət belə buyurub oturub. Mənim özümə də maraqlıdır. Amma Təhsil Nazirini bugün Elnur Əliyevlə Emin Əmrullayev doğrudan bazara. Bir və həftə bazarı ayda indi bir dəfə olsun. Bunlar konkret bazara döndür. Göyərti bazarına döndərilir. Amma biz müəllimlər özümüzü qorumalıyıq axı. Müəllim nüfuzunu biz qorumasaq heç kim qoruya bilməz. Və Emin Əmrullayevə də sərfəldir, Elnur Əliyevə də sərfəldir, onun şəriki var. Ki ona da sərfəlidir. Müəllim özü nə qədər çox bataqlığa batırırsa, hə, budur da. Görürsən, çıxıb vicdandan danışa bilər, çıxıb şəftəlidən danışa bilər. Ağlına gələni danışa bilər. Yəni, belə olmalı deyil. Ona görə müəllimlər, mən sizdən xahiş edirəm. Məktəblərdə bu yığımları dayandırın. Təbrikləri, mən demirəm, hər bir müəllim təbrik edilməlidir. Hər bir qadın təbrik olunmalıdır. Amma gəlin bunu açıqcalar. Sovet dövründə necə idi? Biz gedirdik, evdə yalvarırdı ki, bizə 3 qəpiyə, 2 qəpiyə, 5 qəpiyə versinlər, biz gedək marka alaq. Poçta marka satırdılar. Özümüz paket düzəldirdik, onun üstünə marka vururduq. İndi marka yoxdur, heç olmasa uşaqlarımızın çox gözəl əl qabiliyyətləri var. Müəllimə məktub. Mən müəllimi necə görürəm? Bax, elə belə göstərmədim onu. Gör neçə ildir? 11 ildir. Hara gedirəm mənlə də o. Yəni, bu şəkildə olmalı deyil. Bu şəkildə olmalı deyil. Və ən böyük faciə də ondan ibarətdir ki, vəziyyəti özümüz yaradırıq. Özümüz bu şəraiti yaratmışıq. Özümüz bu şəraiti yaratmışıq. Çünki biz buna şərait yaradırıq. 20 aprel Kenguru Beynəlxalq Riyaziyyat müsabiqəsi keçiriləcək. Gözünüz aydın. Bax, görürsünüz elanlarda. Sonra şəxsiyə baxın. Nəyə baxaq şəxsiyə? Belə, təşəkkür edirəm hər birinizə. Sizin fikirlərinizi oxumaq istəyirəm. Buradan çalışıram. Buradan sizin də əllərinizi oxumaq istəyirəm. Sonra burada yazırlar ki, mən təhsilə nəzarət sektorunun müdürünü tanıyıram. Sidneyə ölkə deyir. Sonra ən böyük faciə Biləsuvar rayon təhsil şöbəsindədir. Sonra Elnur Əliyev Təhsil İnstitutunun direktorudur. Təhsil Nazirinin müşaviridir. Təhsil Nazirinin xaç atasıdır. Təhsil Nazirinin şərikidir. Sonra direktorlar ayda 150 manata qədər sektorlara pul ödəyirlər. Yoldaşlar yazırlar da burada. Məşəd xanım deyir, hazırda da atkritkalar var poçtlarda. Bəli, düşünmürəm ki, o gedib o qədər böyük. Həm də ki, bir xatirə olaraq qalır. Yəni, biz doğru eləmirik bu məsələdə. Bu məsələdə biz doğru eləmirik, yoldaşlar. Bu vəziyyəti yaratmamalıyıq. Müəllim adını özümüz qorumalıyıq. Biz qorumasaq, kimsə bizim əvəzimizə qorumaz bunu. Müəllim adını kimsə qorumaz bizim əvəzimizə. Gəlin baxaq, görək buradan. Və rəyləri görmək istəyirəm. Və ən böyük faciə də ondan ibarətdir ki, vəziyyəti özümüz yaradırıq. Özümüz bu şəraiti yaratmışıq.
Salam, özümüz bu şəraiti yaratmışıq. Direktor ala bilməsə işləyə Çünki bilməz. biz Görün niyə biz? Buna şərait yaradırıq. 20 aprel Rəyləri və görmək ən və böyük faciə görmək də ondan fikirləşirik. ibarətdir ki, Rəyləri vəziyyəti görmək özümüz fikirləşirik. yaradırıq. Özümüz Mən onlarla özümüz bu şəraiti yaratmışıq. Nə qədər tanıdığı olar. Salam, Özümüz bu şəraiti yaratmışıq. Yüzlərlə yalan olar. Direktor Onlarla ala yəni bilməsə söhbət işləyə Çünki bilməz. biz Görün niyə biz? buna şərait yaradırıq. Yəni 20 aprel Rəyləri və görmək ən və böyük faciə də ondan Səbinə ibarətdir xanım ki, yazır vəziyyəti ki, özümüz yaradırıq. Özümüz onlarla özümüz bu şəraiti yaratmışıq. Nə qədər komitəsi, Özümüz bu şəraiti yaratmışıq. yüzlərlə yalan olar. Direktor Onlarla ala yəni bilməsə söhbət işləyə Çünki bilməz. biz Görün niyə biz? buna şərait yaradırıq. Yəni 20 aprel Rəyləri və görmək ən və böyük faciə də ondan Səbinə ibarətdir xanım ki, yazır vəziyyəti ki, özümüz yaradırıq. Özümüz onlarla özümüz bu şəraiti yaratmışıq. Özümüz bu şəraiti yaratmışıq. Yüzlərlə yalan olar. Direktor ala bilməsə işləyə Çünki bilməz. biz Görün niyə biz? buna şərait yaradırıq. Müəllimlərimiz nə gözəl. 20 aprel Rəyləri və görmək ən və böyük faciə də ondan Səbinə ibarətdir xanım ki, özümüz qorumalıyıq. Biz müəllim nüfuzunu qorumasaq, heç kim bizim əvəzimizə bunu eləməyəcək biz üçün. Dəyərli həmkarlar, sizdən çox ən böyük faciə də ondan ibarətdir ki, sözlər məsələsi və yaxud da hər bir məsələsini yığışdırmasaq, heç kim bizim Amir əvəzimizə İbrahim bunu bəli eləməyəcək biz üçün. 75'lər mən Dəyərli 75'im həmkarlar. deyirəm bu vaxt belə idi. Sizdən çox ən böyük faciə də ondan ibarətdir ki, yazılır və hə, bir məsələ suallarınızla bağlı. Demək, Emin Əmdullayev mədəsi doymur. 75'lər mən 75'im. Təhsil, regional təhsil idarələrində Çox ən böyük faciə bölünmə dərslər hə, bir məsələ suallarınızla bu insan Azərbaycan Demək, Emin Əmdullayev mədəsi doymur. Mən Təhsil, regional təhsil idarələrində istədiyi ən böyük faciə bölünmə dərslər hə, bir məsələ suallarınızla bu insan Demək, bölünmə dərslər mədəsi doymur. Təhsil, regional təhsil idarələrində istədiyi ən böyük faciə bölünmə dərslər hə, bir məsələ suallarla bir insan Demək, bölünmə dərslər mədəsi doymur. Təhsil, regional istədiyi ən böyük faciə bölünmə dərslər yarısı bir məsələ suallarla bir insan Demək, bölünmə dərslər təhsil, istədiyi ən böyük faciə yarısı regionallar da bölünmə yaxşı gəlməsi ölkənin naziri Azərbaycan təhsil, istədiyi ən böyük faciə yarısı regionallar da bölünmə yaxşı gəlməsi ölkənin naziri Azərbaycan təhsil, istədiyi ən böyük faciə yarısı regionallar da bölünmə yaxşı gəlməsi ölkənin naziri iqtisadi təhsil, istədiyi ən böyük faciə yarısı regionallar da bölünmə yaxşı gəlməsi ölkənin naziri iqtisadi təhsil, istədiyi ən böyük faciə yarısı regionallar da bölünmə yaxşı gəlməsi ölkənin naziri iqtisadi təhsil, istədiyi ən böyük faciə yarısı regionallar da bölünmə yaxşı gəlməsi ölkənin naziri iqtisadi təhsil, istədiyi ən böyük faciə yarısı regionallar da bölünmə yaxşı gəlməsi ölkənin naziri iqtisadi istədiyi ən böyük faciə Qarabağ, Cərmət, regionallar da yaxşı gəlməsi ölkənin naziri iqtisadi Qarabağ, Cərmət, regionallar da demək, yaxşı gəlməsi Qarabağ, Cərmət, regionallar da demək, Qarabağ, Cərmət, regionallar da Qarabağ, Cərmət, regionallar da
Eminəm bunlar sən geçirmiş. 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 Eminəm